Salam. Bugünkü bizim mövzumuz eksogen relyef formaları ilə bağlıdır. İlk öncə eksogen relyef formaları necə yaranır və daxili yoxsa xarici qüvvələrin təsiri ilə formalaşır, onu bilməliyik. Eksogen qüvvələri təbii ki, xarici qüvvələrin təsiri ilə formalaşacaq, endogen isə daxili qüvvələrin. Bəs yaxşı, eksogen relyef formaları hansılardır desə, Məsələn, deflasyon, deflyasiya, ekstrasiya, ə, abraziya, yeraltı sular, arid inundasiyon, daimi axarlar bura aiddir. Məsələn, daimi axarlar çayların yaratdığı relyef formaları, deflyasiya küləyin yaratdığı, ekzorasiya buzlağın, abraziya dənizlərin yaratdığı, yeraltı sular adından da məlumdur ki, yeraltı suların və arid dendosyen relyef formaları isə müvəqqəti axarlı, məsələn, çayların əmələ gətirdiyi relyef formalarıdır. Məsələn, ilk öncə baxaq deflyasiya, yəni deflyasyon relyef formaları eol kimi də görə bilərik. Bura aiddir, düyündür, barxandır, qum təpəsidir, qum tirələridir. Bunları deflyasyon relyef formalarına aid etmək olar. Bəs ekstrasyon, yəni buzlaq mənşəli relyef formaları hansılardır? Burada misal göstərəcəyik morenlər, karlar, sirklər, troq dərələri. Daimi axarlar, yəni çayların yaratdığı relyef formalarına delta, estuari, terras, kanyon, meandr, şəlalə, astanalardır. E, Abraziya, yəni dəniz dalğasının yaratdığı relyef formalarına fiordlar, Dalmasiya tipli sahillər və Şixer tipli sahilləri bura aid etmək olar. Yeraltı sular isə sürüşmələrdir. Kars mağaraları, Kars qıfları aid edəcək. Bəs arid dendosyen relyef formaları isə yarğan, qovu, bedlendlər bura aiddir. İlk öncə başlayaq buzlaq mənşəli, yəni ekstrasiya relyef formalarının daha çox yayıldığı ərazilər. Biz bura məsələn Şərqi Avropa, Kola yarımadası, Taymır yarımadası, Hudzun körfəzinin ətrafı, Almaniya, Polşa ovalığı bu ərazilərin hamısı daha çox fikir verirsinizsə ya Avrasiya ya da Şimali Amerikanın şimal ərazilərində rast gəlinir. Çünki 4-cü dövr buzlaşmasının səbəbidir. Və 4-cü dövr buzlaşması da məhz iki materikin, yəni Avrasiya, Şimali Amerikada mövcud olmuşdur. Daha sonra qlobal istiləşmə nəticəsində həmin o buzlaşmalar geriyə, Arktika bölgəsinə çəkilmişdir. İkinci, biz deflyasiya relyef formalarına, yəni küləyin yaratdığı relyef formasına baxacaq. Bura ən çoxsa tropik kontinental iqlimin yayıldığı ərazilər üçün xasdır. Yəni bir növ belə deyək, səhralıq ərazilər. Relyef formalarının ən çox yayıldığı səhra və yarımsəhra ərazilərdir. Bura Şimali Afrikadır, Ərəbistandır, Turandır, Qobi səhrasıdır, Atakama, Liviya, Hind çayının hövzəsi bura aid etmək olar. Hind çayının hövzəsi nəyə görə yazır? Çünki məsələn Hind çayının mənsəbi məhz səhra təbii zonasındadır. Sonra Qərbi Avstraliya, burada Sipson səhraları, eyni zamanda Böyük Viktoriya, Böyük Qumlu səhraları bura aid etmək olar. Daha sonra su erozyon relyef formalarının ən çox yayıldığı ərazilər Cənub-Şərqi Asiya, Cənubi Asiya, Amazon, Kongo çayları və eyni zamanda Qərbi Sibir ovalığı bura aid etmək olar. Dağcı relyef formalarından isə məsələn şəlalədir, astanadır, məcranı aid etmək olar. Yaradıcı relyef forması akkumulyativ relyef formaları sayılır və bura gətirmə konusu, çay terrası, alival düzənliklər, moren tirələr, moren təpələr bura aid etmək olar. Sonra bir də baxmaq lazımdır ki, qabarıq morfik struktur daxilində yaranan mənfi relyef formaları, kanyonlar, erozyon terraslar və troq dərələrdir. Yəni bunlar qabarıq relyef forması olsa da, lakin mənfi relyef formaları sayılır. Yəni məsələn,
Bu ne deməkdir? Deyək ki, bu bizim bir çayımızın məzrası olsun. Buradan axan çay dağ çayıdır. Və bu kanyon əmələ gətirir. Kanyon da bilirik ki, dərin olur da. Yəni, məsələn, sahilin yuduğu hissə Eee, məsələn bu çayın sahili olsun. Həmin çayın sahili bunlardır və çökmə suxurların, daha tez yuyulan suxurların keçdiyi ərazilərdə dibri eroziyası güclü baş verir. Həmin eroziya nəticəsində də çayın yatağı dərinləşir. Əsasən bu dağ çaylarında olur və çay dərinləşməsi nəticəsində də kanyonlar əmələ gəlir. Və dünyanın ən böyük kanyonu Colorado çayı e, üzerinde Büyük Kanyon'dur. Sonra baxacaq okean dibinin relyefinə. Deməli, okean dibinin öyrənilməsi müəyyən dövrlər ərzində, daha doğrusu zaman keçdikcə daha çox e, öyrənilməsi lazım olur. Çünki məsələn 20-ci əsrin əvvəllərində veya 20-ci əsrin ortaları, sonu bu dövrlərdə e, dənizin dibində, okean dibində neft ehtiyatları kəşf edilmişdir və həmin neft ehtiyatlarından təbii ki, heç bir dövlət istəməz ki, nefti ərazisində nefti ola-ola oradan nefti çıxartmasın və ya qazı çıxartmasın və digər faydalı qazıntıları çıxartmasın. Və bunun üçün e, müəyyən dövrlər, ə, müəyyən dövrlər ərzində ölkələr həmin okean dibinin kəşf etməsi ilə bağlı bir çox tədbirlər görmüşdür və ən çox bu tədbirlərdə iştirak edən böyük ölkələr, yəni pulu daha çox olan ölkələr hesab olunur. Bura ABŞ, İngiltərə, Yaponiya, Rusiya, Fransa kimi ölkələrə aid etmək olar. Təbii ki, bu ölkələrdir. Yəni bunlar daha çox sahilə çıxışı olan, yəni okeana, dənizə çıxışı olan ölkələr üçün ə, əl çatandır. Yəni onlar daha çox maraqlıdır. Məsəl üçün Özbəkistandır, İsveçrədir, Lixtenşteyndir. Bunların okeana çıxışı yoxdur. Yəni bu ölkələr gedib heç ehtiyacları da yoxdur ki, okean dibini öyrənsinlər. Amma bu həmin okean dibi relyefləri bilirik ki, hamar deyil. Yəni yer səthi nahamar olduğu kimi okeanın dibi də nahamardır. Və buna görə biz bəzi relyef formalarını öyrənəcəyik. Məsəl üçün ilk öncə başlayacaq materik dayazlığı və ya şef. Bu materikin dayazlığı şef sualtı davamından 200 metrə qədər dərinlikdəki ərazini əhatə edir. Və az meyilli olur, səthi qalın çökmə süxurlarla örtülür. Daha sonra ikinci materik yamacıdır. Materik yamacı 200 metrdən 1500 metrə qədər olan dərinliklər arasındadır və meyilliyi çox olduğundan çökmə süxur qatı da nazikdir. Yəni meyillik əgər az olursa, təbii ki, orada çökmə süxur qatı daha çox toplanacaq və orada daha çox neft, qaz, digər çökmə mənşəli faydalı qazıntıların çıxarılması üçün geniş imkanlar olacaq. Amma təbii ki, orada çökmə süxur qatı nazikləşəcək deyə ə, az olacaqsa, oradan neft qazın da az olmasına gətirib çıxarda bilər. Sonra materik ətəyi isə 1000-1500 metrdən 3000 metr dərinliyə qədər olan əraziləri əhatə edir. Bu ərazilər materiklə okean yer qabığı arasındakı sərhəddir. Sonra Orta Okean silsilələri. Orta Okean silsilələri okean dibində yerləşən dağlar nəzərdə tutulur və bu dağların zirvələri su səthindən yuxarıda qalaraq adalar əmələ gətirir. Okean ovları isə okean dibindəki ensiz və dərin çökəkliklərdir. Bunlar nəzəri hissə idi. İndi keçək biz göstərək ki, okean materik dayazlığı nədir? Bu görürsünüz ki, məsələn, quru səthdir və okean səthindən, daha doğrusu sahildən məsələn 200 metr dərinliyə qədər olan ərazilər sayılacaq materik dayazlığı və ya şelf adlandıracaq.
Burada 1200 görsənə bilər. Bu çaşdırmasın. Bunu silək. Burada rəqəmləri əslində öyrənməyə ehtiyac yoxdur. Qətiyyən sadəcə ardıcıllığı bilmək lazımdır. Yəni ilk öncə bilməlisiniz ki, materik dayazlığı şef gələcək. Daha sonra materik dayazlığı şefdən sonra materik yamacı artıq gəlir. Materik yamacı materik dayazlığı ilə materik ətəyi arasında olan bir ərazini əhatə edir. Görürsünüz, burada çökmə sürəti azdır. Çünki meyillik də artıq yaranıb deyə orada çökmə sürəti də az olacaqdır. Sonra materikin ətəyidir. Daha sonra isə e, məsələn bura aid etmək olar okean yatağı, aksial düzənliklər, daha sonra Orta Okean dağ silsilələri. Bilirik ki, iki okean litosfer tavasının ayrılması nəticəsində Orta Okean sıra dağları əmələ gəlir. Məsəl üçün Atlantik okeanda buna daha Hind okeanında rast gəlmək olur. Və burada həmin ayrılma zonasında boşluq hissələrdə rift dərələri əmələ gəlir. Və yer səthindən e, daha doğrusu yerin daxilindən yer səthinə çıxan həmin o lavalar, vulkan püskürmələri adalar əmələ gətirir. Həmin bu adalara biz deyirik vulkanik mənşəli adalar. Misal olaraq Galapagos, Pasxa, Vazimisinia, Müqəddəs Yelena, Tristan da Cunha, Golf, İslandiya və ən böyük vulkanik ada İslandiya adasının bura aid edə bilərik. Bir də ki, onu da qeyd edək ki, okean dibinin böyük bir hissəsini məhz okean yatağı və ya aksial düzənliklər təşkil edir. Bu isə okean novlarıdır. Həmin bu hissələr isə okean növləri. Bu necə əmələ gəlir? Təbii ki, okean tipli, üzr istəyirəm, buraya yazmalıydım. Okean tipli litosfer tavası ilə materik tipli litosfer tavası toqquşur və toqquşma nəticəsində burada iri dağ sistemləri əmələ gəlir, okeanda isə novlar əmələ gəlir. Məsələn, misal göstərə bilərik. Nazca litosfer tavası ilə Cənubi Amerika litosfer tavası toqquşur. Bilir ki, Nazca okeandır, Cənubi Amerika isə materik. Və toqquşma nəticəsində burada iri dağ sistemləri, yəni Ant dağları əmələ gəlir. Suda isə Peru novu, Çili novu kimi novlar əmələ gəlir. Sonra deməli, davam edək növbəti izahımıza. Burada dağlar haqqında verilib, yəni dağların hansı platformalar, daha doğrusu hansı ovalıqlar platformada yerləşir, hansılar geosinkron ərazilərdə yerləşir, onlara bir nəzər yetirək. E, Deməli, onu da qeyd edək ki, yəni okean dibinin relyefi sadəcə bura qədərdir. Burada bir dənə öyrənməyəcək, yəni öyrənmək lazım deyil. Burada metrələri, yəni məsələn, okean dayazlığı neçə metrə qədər ərazilər əhatə edir. Yəni onları öyrənməyə ehtiyac yoxdur. Sadəcə ardıcıllığı bilmək vacib şərtlərdəndir. Məsələn, ilk öncə başlayaq platformada yerləşən ovalıqlar haqqında danışaq. Bura aid edə bilərik Şimali Amerikada ilk öncə başlayayım. Məsələn, mərkəzi düzənlikləri, Mississippi ovalığı, Atlantik sahili, Meksika sahili ovalıqları bura aid etmək olar. Daha sonra Orinoco, Cənubi Amerikada Orinoco ovalığı, Amazon ovalığı, La Plata ovalığını bura aid etmək olar. Yəni bu ərazilərdə seysmiklik müşahidə edilmir. Sonra Afrikada Senegal ovalığı, Kongo hövzəsi, Avrasiyada Alman-Polşa ovalığı, Şərq Avropa düzənlikləri, məsələn, Qərbi Sibir, sonra Xəzəryanı ovalıqlar, Turan ovalıqları, Mesopotamiya ovalığı, Hind-Qanq ovalığı, Böyük Çin, Mekong və mərkəzi ovalıqlar Avstraliyada və bir də Nallar-Bor düzənliyin bura aid edə bilərik. Bəs yaxşı, platformada yerləşən Dendosen düzənliklər hansılardır? Bura böyük düzənliklər Colorado,
üzr istəyirəm, Kanada qalxanı, Cənubi Amerikada Qviana yaylası, Braziliya yaylası, Patagoniya yaylası, sonra Xəkkər, Tibesti, Darfur. Bunlar Afrikada, eyni zamanda əlavə edə bilərik. Efiopiya, Şərqi Afrika kimi yaylaları bura aid edə bilərik. Efiopiya yaylasının ən hündür zirvəsi Rastlaşandır, 4620 metr. Avrasiyada isə Timandır, Valdaydır, Orta Rusiya, Stavropol yüksəklikləri. Stavropol isə Gürcüstanın ərazisindədir. Sonra Orta Sibir, Gobi, Dekan bu kimi yaylalara aid edə bilərik. Avstraliyada isə Barkli, Qərbi Avstraliya yaylasının bura aid edə bilərik. Yaylalarda ən çox dəmir filizi və digər filiz mənşəli faydalı qazıntılar çıxarılır. Daha sonra geosinkronda yerləşən düzənliklər hansılardır? Yukon, Böyük Hövzə, Koloradodur, Meksika, Peru, Boliviya, altiplanolar. Altiplano 20 dərəcə təxminən cənub enliyində yerləşir, quraq bir ərazidədir. Sonra Avrasiyada Padan, Orta Dunay, Karst, Anadolu, Kalxida, Kür-Araz, İran, Tibet. Bunlar seysmik cəhətdən aktiv ərazilərdə yerləşirlər. Burada göstərilib bu xəritə sxemdə ovalıqlar yaşıl rənglə, təbii ki, yaylılarsa e, nisbətən qırmızıya bənzər bir rəngdə göstərilib. Rəng problemi olduğu üçün tam deyə bilmədim. Aha. Sonra baxırıq aşınma növlərinə. Fiziki aşınma təbii ki, səhralarda daha çox olacaq. Yəni gündüz ərzində temperatur daha çox olur və bu ərazilər fiziki aşınmaya daha çox məruz qalır. Kimyəvi aşınma isə rütubətli ekvatorial ərazilər üçün xasdır. Amazon ovalığı, Konqo ovalığı, daha doğrusu Konqo çökəyi bu əraziləri qeyd edə bilərik. Üzvü aşınma isə canlı aləmin zəngin olduğu ekvatorial və mülayim enliklərdə deyə bilərik. Əslində kimyəvi aşınma ilə üzvü aşınma demək olar eyni ərazilərdə formalaşır. Çay eroziyası, ekzorasiya, gəlin görək bunlar nədir? Məsələn, çay eroziyası, dib eroziya var. Dib eroziya dedik ki, V şəkilli dərələr əmələ gətirir. Bəs bu necə əmələ gəlir? Təbii ki, çay yatağında olan yumşaq suxurlar dağ çayları tərəfindən yuyulur. Məsələn, təsəvvür edin ki, bu bizim dağımızdır. Buradan başlayan bir çay, bu bizim okeanımızdır. Buradan başlayan bir çay, yumşaq suxurlar olduğu üçün yatağı, həmin o suxurları rahat bir şəkildə yuyacaq. Və buna da başlıca səbəb nədir? Dağ çayı olması. Yəni, meyillik burada daha çoxdur və yüksək sürətlə gəlir və yüksək sürətlə gəldiyi kimi də həmin yataqları yuyur və dərinləşdirir. Buna biz misal göstərə bilərik ki, Böyük Kanyon. Böyük Kanyon ABŞ-da yerləşir. Böyük Kanyondur və burada turizm baxımından da inkişaf etmiş regionlarda hər il ora neçə minlərlə insan həmin o kanyona baxmağa gedir. Sonra dib eroziya V şəkilli dərələr. Məsələn, Azərbaycanda da dərələr kimi rast gəlmək olar. Böyük Qafqazın şimal-şərqində adını çəkmək olar. Sonra gətirmə konusu, yan eroziya, U şəkilli dərələr. Baxın, burada V şəkilli dərələr var, bir də U şəkilli dərələr var. U şəkilli dərələr isə düzənlik çaylardır. Yəni, düzənlik çaylarında U şəkilli dərələr, dağ çaylarında isə V şəkilli dərələr əmələ gətirəcək. Sonra meandrlar, məhz meandrlar elə U şəkilli dərələr deməkdir. Delta, estuari, çay terrası, şəlalə, astana, bunları bir çay eroziyası nəticəsində yaranan relyef formasına aid etmək olar. Sonra ekzorasiya. Ekzorasiya təbii ki, buzlaqların yaratdığı relyef formaları hesab olunur. Trop dərələrdir, karlardır, sirklərdir, morin təpələr, tirələri bura aid edə bilərik. Karst prosesi nəticəsində, yəni yeraltı suların təsir nəticəsində yaranan relyef formalarına isə karst qıfları, mağaralara aid etmək olar.
Bax, məsələn, az öncə meandr dedik. Meandrlar bunlardır. E, yəni U şəkilli dərələr əmələ gətirən məhz meandrlardır. Burada gətirmə konusudur. Çay gəlir, daha sonra, daha doğrusu gətirilən çöküntülər okeanda və ya başqa çayda daha çox hiss olunacaq. Ən çox okeanlarda hiss olunur. Özü ilə gətirilən çöküntülər okeana səpələnir. Sonra e, məs bax, bunlar da deltadır. Delta nədir? Delta gəlir, məsələn deyək ki, Amazon çayını götürək. Amazon çayı həm estuari, həm də delta əmələ gətirir. Dünyada iki çay var ki, həm estuari, həm də delta əmələ gətirir. Bunlar bir Amazondur, bir də Yantzı çaydır. İçində yerləşən Yantzı çayı. Dünyada yalnız bu iki çay həm delta, həm də estuari əmələ gətirəcək. Hə, delta o idi ki, gəlir mənsəbə doğru və müxtəlif bollara parçalanır. Bunlar delta adlanacaqdır. Estuar isə da qeyd olunmuyor. Bu da estuar olacaq. Sadəcə elə bilirsən bir qıf şəkildir. Bu qıfın boğazı olsun. Bu isə ağız tərəfi. Qıf şəkilli forma, relyef forması adlanacaq estuari. Deməli, burada isə kiçik qollara parçalanması isə adlanacaq delta. Sonra hə, estuari hansı çaylardır? Əsasən dağ çaylardır. Bir də mənsəbindən cəryanlar keçən çaylar bura aid edə bilərik. Delta çaylar isə əsasən düzənlik çaylar hesab olunur. Sonra bu Böyük Kanyon idi. Az öncə qeyd elədik. Bu haqdakı, yəni bu formada yaranır. Deyək ki, çay yuxarı axarlarından gəlir və dib hissələrində yumşaq suxurlar olduğu üçün yuyulur və bu forma, yəni kanyon əmələ gəlir. Kanyonun e, dedik ki, ABŞ ərazisində yerləşir. Böyük kanyon hesab olunacaq. Sonra aid geometrinin relyef formaları bəs hansılardır? Bura aid edə bilərik yarğan, qobu, bedlindlər. Yarğanlar necə əmələ gəlir? Yarğan yağış və qar suların, suxurların yuması nəticəsində əmələ gəlir və bunlar quru dərələr hesab olunur. Yarğanın ilkin mərhələsi şırım adlanır, son mərhələsi isə qobu adlanacaq. Qobu bu formada olur, yəni dibi ot basmış kolluqlardan ibarətdir. Burada da qeyd olunub, yəni yarğanın inkişafının son mərhələsində yaranan və dibi kol ot bitkiləri ilə örtülən dərin dərələr hesab olunacaq. Daha sonra bedling nədir? Bedling isə ingiliscə mənasında pis torpaq deməkdir. Bunlar əkinçilik üçün yararsız hesab olunur və əsasən səhra, yarım-səhra zonalarında, girli torpaqlarda əmələ gələcək. Bunlar küləkdir və suyu pis keçirdir. Eyni zamanda, məsələn, deyək ki, bedlendlər deyirik ki, əkinçilik üçün yararsızdır, amma kənd təsərrüfatı üçün isə yararlıdır. Yəni, burada nə məna verir? Deyək ki, məsələn, bura biz bir 50 hektar taxılımız varsa, burada əgər biz torpaq, məsəl üçün toxumların torpağa, deyək ki, buğda əksək, həmin buğda bizə çox az və ya heç verməyə bilər. Məsəl üçün 50 hektar ərazidən biz heç buğda götürə bilmərik. Amma bu həmin ərazilərdə qoyunçuluq, nə bilim, iri malların, xırdabuynuzlu malların otarılması üçün daha yaxşı şərait ola bilər. Yəni ona görə deyir ki, əkinçilik üçün yararsızdır, amma kənd təsərrüfatı üçün yararlı hesab olunur. Sonra sürüşmə necə baş verir? Sürüşmə dağ yamaclarında su keçirməyən girli suxurlar üzərində su keçirən qumlu çınqıllı laylalar üst-üstə yerləşdikdə sürüşmə əmələ gəlir. Yəni su keçirməyən, yəni, 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 su keçir
Ə, Təsəvvür edin ki, bu bizim meyilli bir ərazimizdir və burada su keçirməyən suxurun üstündə su keçirən bir suxurlar yerləşdikdə o zaman sürüşmə baş verəcək. Təbii ki, sürüşmənin də baş verməsi üçün nisbətən meyillik bizə lazımdır. Sonra ağırlıq qüvvəsinin təsiri ilə su keçirən suxurlayı su keçirməyən suxurların islanmış səthi üzərində aşağı hərəkət edir və sürüşmələr baş verir. Bəs necə yaranır sürüşmələr? Təbii ki, gür yağışların, qarların əriməsi nəticəsində baş verəcək və seismik ərazilərdə seismik hadisələr, sonra təsərrüfat işləri zamanı bu proses daha da fəallaşır. Yəni sürüşmənin daha da fəallaşmasına səbəb hansı proseslərdirsə, seismik hadisələr və təsərrüfat işləri bura aid edə bilərik. Təsərrüfat işləri yəni həddən artıq yamacların otarılması, sonra ağacların məsələn qırılması, bunlar belə deyək də, yəni süni şəkildə sürüşmənin ə, aktivləşdirən proseslərdir. Təbii halda isə seismik hadisələrdir. Yəni antropogen təsirlər sürüşmələrin baş verməsinə gətirib çıxarda bilər. Sonra sürüşmələr əkin sahələrinə və yaşayış məntəqələrinə, yollara böyük ziyan vurur. Onların qarşısını almaq üçün yamac bərkidici işlər görülməlidir, terraslaşdırma aparılmalıdır. Drenajlar vasitəsilə sürüşmə zonalarında toplanan yeraltı sular axıdılmalı, çılpaq yamaclarda isə meşə və kolluqlar salınmalıdır ki, sürüşmələrin e, belə deyək, aktivliyi azalsın. Bu bizim sürüşmə baş verilən hər hansı bir ərazidir və burada da sürüşmə təxminən bu formada təsvir olunub. Yəni su keçirməyən suxurların üzərində su keçirən suxurlar yerləşdikdə sürüşmələr məhz baş verəcək. Sonra abraziya relyef forması, yəni dalğaların fəaliyyəti nəticəsində yarananlar, çimərliklərdir, abraziya düzənliklərdir, dəniz terrasıdır, Dalmasiya tipli sahillərdir. Bu əsasən Adriatik dəniz sahilində daha çox rast gəlinəcək. Sonra deflyasiya, yəni küləyin təsiri nəticəsində yaranan relyef formasına şahid dağlardır, Dendrosiyon düzənliklərdir, sonra düyünlardır, barxanlardır. Barxan nədir? Daha sonra qum tirələrdir, qum təpələrdir, bura aid edə bilərik. Barxanlar külək əsasən bir istiqamətdən əsir və oraq formasında olur. Külək tutan yamac az meyilli, tutmayan yamac isə daha dik olacaqdır. E, Növbəti səhifədə düyünlə barxanın şəkli göstəriləcək. Onların da şəklini öyrənmək lazımdır. Çünki testlərdə bəzən olur ki, şəkillərin verir, adlarını soruşur. Yəni barxan oraq formasında olur, az meyilli, yəni külək tutan yamac oraq formasında olur. Külək tutan yamac təbii ki, az meyilli olacaq. Niyə? Çünki kumlar gəlir topalanır burada. Tutmayan yamac, yəni bu tərəfdəki hissə isə daha dik olacaq. Düyünlarda isə küləklər ən azı iki istiqamətdən əsəcək. Onu da göstərəcəm. Bir də ki, şahid dağlardakı başlıca səbəbi yaranma forması temperaturla bağlıdır. Məsələn, gündüz ərzində temperatur daha çox olur, axşam isə daha aşağı temperatur nəticəsində e, daşlarda, yəni dağlarda sıxılma və boşalma baş verir. Həmin o sıxılma boşalma nəticəsində dağlar xaricə aşınmaya məruz qalırlar. Yəni, bir növ belə deyil, dağlar tökülürlər və şahid dağlar əmələ gəlir. Şahid dağları onu təmsil edir ki, yəni əvvəllər burada dağlar olub. Bura Əxəkər, Tibesti, Darfur kimi əraziləri göstərə bilərik. Sonra antropogen bəs nədir? Antropogen insan fəaliyyəti nəticəsində yaranan relyef formalardır. Trikon təpələr nədir? Trikon təpələr məsələn hər hansı bir ərazidə faydalı qazıntı çıxarılır. Təbii ki, bu faydalı qazıntı çıxarılan insanlardır da. Bu faydalı qazıntı çıxarılandan sonra belə deyək, adxollar da
məsələn, qırıntılar, atodlar, bu həmin bir ərazilərdə təpə formasında yığılır və ona biz adlandırırıq terikon təpələr. Və hansı ərazilərdə daha çox rast gəlinir? Təbii ki, fils faydalı qazıntıların daha çox çıxarıldığı ərazilərə. Fərqi yoxdur, yəni fils olsun, qeyri-fils olsun, yəni onun heç bir fərqi yoxdur. Əsas odur ki, faydalı qazıntıların daha çox çıxarıldığı ərazilərə misal göstərə bilərik. Məsələn, Braziliyadır, Qazaxıstandır, Meksikadır, Hindistandır. Bu ölkələrdə terikon təpələr daha çox rast gəlinəcək. Yollar, təbii ki, insanlar sanır, parklarda, şəhərlərdə bura aid edə bilərik. Sonra polderlər bəs nədir? Polderlər əvvəllər dənizin dibi olmuş ərazilərdir. Daha sonra həmin əraziləri qurudaraq öz dövlətlərinin ərazisini genişləndirirlər. Təbii ki, bu məcburiyyətdən bir növ əmələ gəlir. Və bu məsələn ölkələrə misal olaraq Niderlandı deyə bilərik ki, Niderland öz ərazisini genişləndirir. Başqa hansı ölkələr qeyd edə bilərik ki, polderlərdən yəni istifadə edir? ABŞ, e, Çin, Yaponiya, Niderland, Sinqapur. Bu ölkələri deyə bilərik ki, polderlər, məsələn, Birləşmiş Ərəb Əmirlikliyində bura aid edə bilərik ki, bunlar polderlər ölkəsi kimi tanınır. Sonra eksogen relyef formaları, yəni xarici qüvvələrin təsir nəticəsində yaranan relyef formaları. Bura iki yerə ayıra bilərik. Bir yaradıcı, bir də dağıdıcı. Yaradıcı relyef formaları hansılardır? Təbii ki, gətirmə konusu, delta, alüval düzənliklər, moren təpə tirələri, düyünlər, barxanlar, qum tirələri, sürüşmələr, akkumulyativ terraslar. Bunlar yaradıcı relyef formalarına aid edə bilərik. Bəs dağıtıcı relyef formaları hansılardır? Bura Astana, Şəlalə, Dalmasiya tipli sahillər. Dedik ki, Dalmasiya tipli sahillər Adriatik dəniz sahilində daha çox müşahidə edilir. Dendosyen düzənliklər, sonra kanyonlar, erozyon terraslar, U şəkilli, V şəkilli dərələr, V şəkilli dərələr dedik ki, dağ çaylarında, U şəkilli isə düzənlik çaylarında baş verir. Meandrlar, estuarilər, troq dərələr, fiordlar, karlar, Kars qıfları, sonra mağaralar, yarğanlar, qoblar, bunlar dağlıcı relyef formaları hesab olunur. Sonra burada bir şey dikkat edək. Lava örtüyü və direksiya akkumulyativ relyef formaları hesab olunur. Yəni və bir də onu da qeyd edək ki, və belə deyək də, yəni lava örtüyü ilə direksiya akkumulyativ relyef formalardır, lakin endogen qüvvələrin təsiri ilə yaranır. Yəni bunu diqqətdə, yadda saxlamaq daha yaxşı olar. Lazım olar deyə. Lava örtüyü direksiya akkumulyativ relyef formalardır, lakin endogen qüvvələrin təsiri ilə əmələ gəlir. Normalda deyirik ki, akkumulyativ, məsələn, relyef formaları xarici qüvvələrin, yəni eksogen qüvvələrin təsiri nəticəsində yaranır, amma iki dənə relyef formasıdır ki, bunları misal deyə bilərik ki, bunlar endogen qüvvələrin təsiri nəticəsində yaranacaq. Bu az öncə dediyim məhz terikon təpədir. Faydalı qazıntılar çıxarılan zaman artıq tullantılar yığılır bir yerə təpə formasında. Buna deyirlər terikon təpələr. Bu isə Niderlanddır. Niderland öz ərazisini genişləndirir polderlər hesabına, yəni süni şəkildə dənizi qurudaraq öz ərazisini genişləndirir. Burada ölkələri misal göstərdik bayaqları. Burada qum təpələr bu formadadır. Şahid dağlar. Daha sonra düyünlər, barxanlar göstərilib. Oraq formasında fikir verin, orağa oxşuyur. Külək tutan yamac az meyilli olur. Tutmayan yamac isə, yəni digər tərəfi isə daha çox meyilli olacaq. Bu düyünlərdir. Yəni düyünlər məsələn bu formada olur.
Deyək ki, buradan da bir dənə külək gəlir, buradan da bir külək gəlir və külək o həmin hissələrdə nisbətən hündür olacaq. Bu əraziləri düşünün. Deyək ki, məsələn, buradan bir külək gəldi, buradan da biri gəldi və toplanır, bir tirə əmələ gətirir. Məsələn, buna biz deyə bilərik düyünlər. Yəni hər iki tərəfi bərabər e, belə deyək, faiz göstərici ilə bərabər şəkildə meyliyə malikdir. Amma barxanlarda bu belə deyil. Yəni külək tutan yamaç daha dik olur, tutmayan yamaç isə yox, üzr istəyirəm. Yəni külək tutan yamaç daha az meyilli olacaq, tutmayan yamaç daha çox. Sonra davam edək. Hə, fiordlar. Fiordlar necə əmələ gəlir? 4-cü dövr buzlaşmasına məruz qalmış ən çox ərazilər hansı ərazilərdir? Skandinaviya, Rusiyanın şimal hissələri, istər Kanada və ümumiyyətlə Şimali Amerika ilə Avrasiya materiklərinin şimal hissələri 4-cü dövr uzlaşmasına məruz qaldığı üçün bu ərazilərdə, okean sahili ərazilərdə fiord tipli sahillər əmələ gəlib və burada e, dar, dərin və ensiz körfəzlərdən ibarətdir. Məsələn, hansı ölkələr misal göstərə bilərik deyilsə, Kanada, Norveç, İsveç kimi ölkələr bura aid edə bilərik. Dalmasiya tipli sahillər dedik ki, Adriatik dəniz sahillərində daha çox müşahidə edilir. Sonra şxer tipli sahillərə xırda-xırda adalardan sanki ibarətdir. Bu adalara məsələn Sakit Okeanın şimal-qərbində, eyni zamanda Sakit Okeanın şimal-qərbində, şimal-şərqində Aleut adaların bura aid edə bilərik. Fiordlar ən böyük e, tanınan Sogne fiyordudur. Bura e, Norveç ölkəsi ərazisində rast gəlmək olar. Yəni Norveç sahillərində Sogne fiyordu bura aiddir. Bir də Morin tirəsi var, Salpasusky Morin tirəsi. Bu isə Finlandiyadadır. Yəni bu relyef formaları dedik ki, buzlaq mənşəli, yəni ekzerasiyon relyef formalarına aiddir. Morin təpələri, morin tirələri, karlar, sirklər, bunlar hamısı buzlaq relyef formasına aiddir. Sonra Kars yaylısı, ən böyük Kars yaylısı Balkan yarımadasında, Apenin yarımadasında, sonra Pirene yarımadasında deyə bilərik ki, bunlarda Kars yaylısı daha çoxdur. Bu ərazilərdə çökmə məişəl məsələnin əhəng daşıdır, təbaşir kimi suxurlar daha tez yuyulur və yeraltı sular yeraltı suların təsir nəticəsində kars relyef formaları əmələ gələcək. Sonra baxırıq ki, Sloveniyada Postayın mağarası Avropada ən böyük kars mağarasıdır. Burada kilometrləri öyrənməyə ehtiyac yoxdur. Sadəcə yadda saxlamaq lazımdır ki, məsələn, Sogne fiyordu soruşsa Norveçdən, Kars yayası soruşsa Balkan yarımadasında, Salpasusky Morin tirəsi Finlandiyada. Yəni bu formada relyef formalarını öyrənmək və hansı ərazilərdə daha çox yayılıb, onu öyrənmək şərtdir. Bir də ki, dünyanın ən böyük mağarası ABŞ-da Flint Mammoth mağarasıdır. Burada isə buzlaqların təsir nəticəsində yaranan relyef formalardır. Məsəl üçün, Morin təpədir, Morin tirədir. Belə.